Salam gənclər, hər vaxtınız xeyir. Deməli biz hədəfin 28 sentyabr 2025-ci olan sınaq izahlarına baxaq. Bu 9-cu sinifdə xatırladım ki, birinci sualda bizə deyilir ki, məxrəci 45 olan düzgün kəsirlərdən neçəsi ixtisar olunmur. Şagirdlərimə dönə-dönə tapşırdım ki, bu suala diqqətlə baxsınlar. Hazırlıqda dedim bu sualı mütləq sınaqlar salacaqlar. Elə də oldu. Görürsüz ki, bir də natural üstü bölən salmalıdırlar. 45-i 3-ə bölərəm, eləyəcək 15, 15-i 3-ə bölərəm, eləyəcək 5, 5-i də 5-ə böləcəyəm 1. Yəni bu o deməkdir ki, müəllimə 3-dən 2 dənədir, 5-dən isə gənclər 1 dənədir. Bu bizə deyir ki, neçə ixtisar olunmayan kəsir var. Baxın, ixtisar olunmur. İxtisar olunmur o deməkdir ki, bizim düsturumuz necədir? Bərabər nədir? Bizim düsturumuz necədir? Deyir ki, ədədin özünü yazırsan, 1 çıxılsın 3-ün tərsini yazıram. Yerdə qalır 1 çıxılsın, bax 5-in tərsini yazıram. Fikir verin nə demək istəyirəmsə, bizə deyir ki, ixtisar olunmayan. Mən ədədin özünü yazandan sonra, bax bu əmsallar var ha, 3 və 5. Birdən bunların tərsini çıxıram. 3-ün kvadratı 9 eləyər, vurulsun 5. Birdən 3-də 1 çıxsam 3-də 2 eləyər. Birdən 5-də 1 çıxsam 5-də 4 eləyəcək uşaqlar. 5-dən 5 gedəcək, 9-u 3-ə bölərəm 3 eləyər. 3 dəfə 2, 6, 6-nı 4-ə vuraram, cavab 24-dür. Amma ixtisar olunan desəydi, ixtisar olunan desəydi, olunan. Uşaqlar, məxrəci 45 olan düzgün kəsirlər 44 dənədir. Çünki 45-də 45 düzgün olmayan kəsirdir. Ona görə 44-dən də 24-ü çıxacaqdım, cavab eləyəcəkdi. İxtisar olunan deyirsə 20 dənə. Amma bizdən ixtisar olunmayanı soruşur. Gəlirəm 58 nömrəli sualam. Deyir ki, bir düz xət üzərində 8 nöqtə qeyd olunubsa, şuaların sayını tap. Şuaların sayı 2 eni idi. Yəni 2-ni vuraram 8-ə, cavab eləyəcək 16. Ona görə Y variantı yazacağıq. Gəlirəm növbəti sual. Növbəti sual deyir, ifadəsi hansı ola bilər? Mən yazıram bunu təklik onluq kimi. Təklik onluq 10A üstə gəlinsin B, çıxılsın təklik onluq 10B üstə gəl A yazmalıyam. Qarşıdakı mənfiyə görə minus A yazıram gənclər. 10 dənə A-dan A-nı çıxsam 9-dan A eləyər. 1B-dən 10B-ni çıxsam mənfi 9B eləyəcək. Bizə nə deyir? A B-dən böyükdürsə. Əgər A-mız B-dən böyükdürsə, ifadəsinin qiyməti hansı ədəd ola bilər? Mən tutaq ki, A-nın yerinə gətirib qoyuram, nə bilim, çıxardım mötərizə xaricinə belə yazım. Gətirib qoyuram A-nın yerinə, heç nə qoymayayım. Elə 9-a bölünən ədəd götürmüş yox. 9-a hansı bölünür? Hə, B variantı. Yəni hasil 9-dursa, vuruqlardan biri mütləq 9-a bölünməlidir. Cavablardan da 9-a bölünən yalnız və yalnız uşaqlar B variantı olduğuna görə cavabı B variantı götürürəm. Bura 105 dərəcədir. Biz demişdik ki, daxili çarpaz bərabər olmalıdır. Ona görə burada 105 dərəcə eləyəcək gənclər. Daha sonra sənə deyir ki, qonşusunu tap bunu. 180-nin də 105-i çıxsam, qonşusu 75 dərəcə eləyəcək. Gəlirəm 61 nömrəli suala. Bir boru hovuzu 2 saata doldurursa 1 saata 2də 1 dolar. Digər boru 3 saata doldurursa 3də 1 hissəsi dolar. Və hər iki boru eyni anda işləsə hovuz neçə dəqiqəyə dolar. Mən bilmirəm bunlar neçə saat işləyiblərsə. Müəyyən bir tez zamanı işləyiblər. Və bizim də hovuzumuz 1 saat dolur. Elə deyilmi? 2də 1-in üzərinə 3də 1 gələrəm. Bu eləyəcək 6-da 5. Vurulsun T bərabərdir 1-ə. T-miz də bərabər eləyəcək 5-də 6-ya. Mən hovuzu almışam 5-də 6 saat, amma səndən dəqiqə ilə soruşur. Fikir ver, dəqiqə deyir. Ona görə 5-də 6-nı dəqiqəyə çevirmək üçün 60-a vuraram. 60-ı 5-ə bölərəm. 12, 12-ni də 6-ya vursam 72 dəqiqə eləyəcək. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 4 dəfə böyükdür. Yəni bu o deməkdir ki, biri 4x-dırsa, biri 4x eləyəcək. Bunların da cəmi 180 dərəcədir. 5x-in bərabər eləyəcək 180-ə, x-im 36 dərəcə eləyəcək. Bu kiçik bucaqdır. Bizdən böyüyü soruşursa 180-dən 36 çıxsam cavab eləyər 144 dərəcə. D variantı. Gələk bu suala. Deyir 9-a qalıqsız bölünən natural ədədləri 45-ə böldükdə alına bilən qalıqların cəmi. Bu sualın variantları topluda var idi uşaqlar. 9-a qalıqsız bölünən ədədlər hansılardır? 1 9-dur. 1 18-dir. Üstünə 9 gəlsəm 1 27 eləyəcək. Üstünə 9 gəlsəm 36 eləyəcək. Üstünə 9 gəlsəm 45 eləyəcək. Ardını buradan yazaq. Gəl elə burada saxlayayım. 9-u 9-a bölsəm qalıq 0. 18-i 45-ə bölünməsindən danışır. 18-i 9-a bölsəm uşaqlar, 9-u 45-ə bölsəm elə qalığımız 9 qalacaq. Bax burada qalıqlar yazıram. 18-i 9-a bölsəm, 45-ə bölsəm, elə qalıq 18. 27-ni 45-ə bölsəm, elə qalıq 27. 36-nı 45-ə bölsəm, 36. 45-i 45-ə bölsəm, qalıq 0 qalır. Bu qalıqlarım. İndi mən 45-in üstünə bir dənə 9 gələrəm. 45-in üstünə 9 gəlsəm, eləyəcək 54. Sonra 54-ün üstünə 9 gələrəm, 63 eləyər. 63-ün üstünə 9 gələrəm, 72. 72-nin üstünə 9 gələrəm, eləyəcək 72-nin üstünə 9 neçə?
45-in üstünə 9 gəldim, 54, 54-ün üstünə 9 gəldim, 63, 63-ün üstünə 9 gəldim, 72, 72-nin üstünə 9 gəldim, 81, 81-in üstünə 9 gəldim, 90. İndi bu ədədləri 45-ə böl. 54-ü 45-ə bölsəm qalıq 9, 63-ü 45-ə bölsəm qalıq 18, 72-ni 45-ə bölsəm qalıq yenə 27, 81-i 45-ə bölsəm qalıq 36 eləyəcək, 90-ı 45-ə bölsəm 0. Yəni bax, qalıqlara fikir verin. Onu demək istəyirəm ki, mənim alınan bu qalıqlarım təkrarlanır. Qalıqlar təkrarlandığına görə bu qalıqların cəmini istəyir. 9-un üstünə 18, 27, 27-nin üstünə 36 gələrəm, 13, bu da eləyəcək 63, 63-ün üstünə 27 də gəlsəm 90 eləyəcək variant C variantı. Və yaxud ədədlərin özlərini də götürsəydiniz burada birbaşa yaza bilərdin ki, cavab 90. Sadəcə istədim ki, biraz geniş izah edeyim. Deməli, bizə nə deyilir? 64 nömrəli məsələdə. Deyilir ki, uzunluğu 60 sm olan bir dənə AB parçamız var bizim. AB parçası var, uzunluğumuz da 60-dır. AB parçası daxilində A nöqtəsindən başlayaraq C və D nöqtələri qeyd olunmuşdur. CD parçasının uzunluğu 10 cm olarsa, AC və BD parçalarının orta nöqtələri arasındakı məsafəni tapmaq lazımdır. Bax, bu AC-nin ortası ilə DB-nin ortası deyir. Bu orta deyirsə, bura XX qoyaram. Bura orta deyirsə, bura YY qoyaram. Yəni, gənclər, 2X üstə gəlinsin, 2Y üstə gəlinsin 10, bizə 60 verib. Onda müəllimə 2x üstə gəl 2y 60-dan onu çıxaram 50 eləyər. Hər tərəfi də 2-yə bölsəm x üstə gəl y-ım 25 alaram. Amma bizdə buradan bura qədər məsafəni soruşur. Bax, bu qırmızı məsafə. Qırmızı məsafənin içində x üstə gəl y üstə gəl 10 var. X üstə gəl y 25-dir. 25-in üstünə 10 gəlsəm 35 eləyər. Cavab A variantı. Deyir, əkob 15 ilə 18, üstə gəlinsin, əbob 13 ilə 18-i tapmaq lazımdır. Uşaqlar, 15 ilə 18-ə mən əkob necə taparam? Bax, gəlin ədədin böyüyünü götürək. Sadə vurğularını ayırmaq istəmirəm, sözün düzü. Yaxşı, ayırıram. 15-i 3-ə bölərəm, 5, 5-ə bölərəm, 1. 18-in sadə vurğuları 18-i bölərəm 3-ə, eləyəcək 6, 3-ə bölərəm 2, 2, 1. Bu ifadənin əkobunu tapanda ədədin böyüyünü götürüb digərində olmayanları seçirdim. Bu 3-dən var, olmayan bir dənə 5-dir. Yəni bu ifadənin əkobu 9, 90-dır. Üstə gəl, əbob 13 ilə 18. Əbob 13 ilə 18 qarşılıqlı sadə ədədlərdir. Bunların əbobları 1 eləyəcək. Ona görə cavabımız eləyəcək 91. Məxrəci 300 olan düzgün kəsirlərdən neçəsini sonuna onluq kəsir şəklində göstərmək olar. Mən bu sualda şagirdlərə demişdim ki, diqqətlə qulaq asın, imtahana düşəcək, sınavlara düşəcək. Baxın uşaqlar, dediyim sualların hamısı buradadır. Ona görə mənim dediklərimə diqqətlə qulaq asın. 150-ni 2-yə böləcəyəm, eləyəcək 75, 75-i 5-ə böləcəyəm, eləyəcək 15, 15-i 5-ə bölərəm 3, 3, 1. Fərqi yoxdur, birinci 3-ə də bölə bilərdiniz. Deməli, müəllimə, o kəsiri sonuna onluq kəsir şəklində göstərə bilərik ki, məxrəcindəki ədədin sadə vurğularına ayrılışı yalnız və yalnız 2 və 5-dən ibarət olsun. Yəni, bu o deməkdir ki, mən ya 2-ləri seçməliyəm, ya da 5-ləri, ya da hər ikisini. Müəllimə 2-ləri seçdim, 5-ləri də seçdim. Seçəndən sonra bir dənə 1 çıxırsan. 1 niyə görə çıxırdıq? Çünki məxrəci 300-də 300 olan kəsir düzgün olmayan kəsirdir. Bu da eləyəcək 100, 100-dən 1-i çıxsam 99 eləyəcək. Kifayət qədər dəstə bunlara vaxt ayırmışam. Demişdim, imtahanlarda istifadə olunacaq. Natural bölən hələ görməmişəm. Bəlkə də salmayıblar, bəlkə də sala da bilərlər. Deyir, alıcının 120 manat pulu var. O, bir dənəsinin qiyməti 7 manat olan dəftərdən ən azı neçədən alsa, qalan pulu 20 manatdan az olar. Sənə deyir ki, bax, sənin 120 manat pulun var. Dəftər almalısan. Amma dəftərin bir dənəsinin qiyməti 7-dir. 7 manatdır. Neçədən dəftər alsan, 7-ni vuraram x-a. Sənin qalan pulun deyir 20 manatdan az olar. Əlindəki bu aldığın pul 20 manatdan az olar. Mən bunu necə həll eləyərəm? Bunu aparım bu tərəfə, bunu gətirəm bu tərəfə. 100 kiçikdir, 7x yazaram. Uşaqlar, 100-i 7-yə bölərəm. 100-i 7-yə bölsəm neçə tam düşəcək? 15 artacaq, 14 tam düşəcək, səhv eləmirəmsə. Onda x ağzını dəyişirəm bu tərəfə. Böyükdür, 14 tam neçədəsə neçə? Elə deyil. 14 tamdan böyük, ən kiçik ədəd lazımdır bizə. 14 tamdan da böyük, ən kiçik ədədim neçə eləyəcək? Təbii ki, 15-in özü eləyəcək. Cavab D variantı. A ədədi B ədədinin hansı hissəsini təşkil edir? A bölünsün B hissəsini təşkil edir. Ədədlərdən hansı 3-ə qalıqsız bölünür? Ay Allahım, ya Rəbbim. Rəqəmlərin cəmini tapmaq lazımdır uşaqlar. Birincidə rəqəmlərinin cəmi 12, bu da 10, 22 eləyəcək. Bu bölünmür. İkincidə rəqəmlərinin cəmi 9, 6, 15, 15-in üstünə 1, 16, 16-nın üstünə 17 gələrəm, 33 eləyir. Əgər mən səhv hesab... Hə, bu 3-ə qalıqsız bölünür. Cavab B variantı. Şükür ki. Gəlirəm bu suala.
A və B qarşılıqlı sadə ədədlər olarsa, əbobu 1-ə bərabərdir. Bu 1,9-da 6 deməkdir. Üstə gəlinsin 9-da 7. Bunu da məxrəcini gəlin 9-a gətirək ki, yormasın bizi. 9-da 3 eləyər. 9-da 7-nin üstünə 9-da 3 gələrəm. Bu 9-da 6, bu da 9-da 10 eləyər. Bu da eləyəcək. Toplasam 1,9-da 15. Bu da, ay Allah, bunu hələ bölməyə çevirdik. 15-i 9-a bölsəm, 9 dəfə 1 9, üstünə də 1 gəlsəm, üstünə də 15 gəlsəm 24 eləyər. 24-ü 9-a bölərəm 3, 8 bölünsün 3 eləyər. Uşaqlar, çubuqlu bölməklə xahiş edirəm, özünüz kənarda da bölə bilərsiniz. 8-i 3-ə bölsəm 2 tam, 6-lar təkrarlanacaq. 6-lar təkrarlanacaq. 8-i 3-ə bölsəm 2, 3 dəfə 3 9 eləyir də deyil. 2 tam təkrarlanacaq. Bəlkə mən sizə nə səhv elədim? Bir dənə baxın. Deməli, bir dəfə 9, 15, 15-in üstünə 10 gələndə bu 25 eləyir. Bu 25 eləyir, bu bölünmürmüş heç nəyə. 25 böl 9, bu 3 tam eləyəcək. 3 tam, 25-i də bölərəm 9-a. 25-i də 9-a bölsəm, çubuqlu bölməklə kənarda 7-lər təkrarlanacaq. 2 tam, dövrdə 7-lər. Yəni, cavab C variantıdır. Gəlin növbəti suala. Deyir ki, rəqəmləri cəmi 13 olan 2 rəqəmli ədədlərin neçəsinin 3 sadə vurğu var. Rəqəmləri cəmi 13 olan ədədlər hansılardır? 2 ilə yaza bilmərəm, 3 ilə də yaza bilmərəm. Çünki 3 ilə 10 3 rəqəmli ədəd olur. Mən başlaya bilərəm 4 ilə. Rəqəmlərin cəminin 13 eləməsi üçün 49 olar, 94 olar. Sonra 5 ilə başlayaq, 58 ola bilər, 85 ola bilər. Sonra 6 ilə başlayaq, 67 ola bilər, 76 ola bilər. Sonra hansına başlayaq? Sonra heç biri. Ədədlərin neçəsinin 3 sadə vurğu var? 49 sadə vuruqları 7 ilə 7-dir, 2 dənə. 94-ün sadə vuruqları uşaqlar, biri 2-yə bölünür. 94-ü 2-yə böləndə elə 47 edir. 2 ilə 47-dir. Mənə deyir 3 dənə olsun. 58-in sadə vuruqları, 58 2-yə böləndə 29 qalır. 85-in sadə vuruqları, 5-ə bölsəm 17 qalır. Nə oldu? 67-nin sadə vuruqları, 67 sadə ədəddə bir dənə özünə bölünür. 76-nın sadə vuruqları, 76-nı 2-yə bölsəm, 76-nı 2-yə bölsəm 36 elə bu eləyəcək. Bəli, 36 eləyəcək. 36-da yenə 4 vurulsun 9 kimi də yaza bilərəm. Bəli, elə bu eləyəcək. Cavab 76 eləyəcək burada. Digərləri hamısı 2 dənə sadə vuruğumuz var. Gəlirəm 73 nömrəli sual. Ən böyük 2 rəqəmli cüt ədəd ilə 98. Ən kiçik 2 rəqəmli ədədin, ən kiçik 2 rəqəmli ədəd neçədir? 10. Əbobunu tapmaq lazımdır. Bax, əbobunu tapmağından danışırsa bunların hər ikisinin uşaqlar. Biri 98-dir, biri də 10. Mənə lazımdır ki, bunların hər ikisinə bölünən ən kiçik ədəd. Bax, yazıram bura. Hər ikisi bunlar 2-yə bölünür. 2-dən başqa heç bir ədədə bölünmədiyi üçün. Ona görə bu ifadənin əbobu 2-dir. Xarici bir tərəfli bucaqlardan biri digərindən 8 dəfə böyükdür. Biri x-dır, biri də 8x-dır. Cəmi eləyəcək 180. 9x-im 180 isə x-im 20-dir. Bizdən də kiçiyi soruşur, cavab 20. Hə, natural bölən sayı. Bax, gəldi. Natural bölən sayı, mən demişdim ki, qüvvətin üzərinə 1 gəlirəm. 3 üstə gəl 1, 6 üstə gəlinsin 1, 4 vur 7, cavab 28, knockout. 2 ardıcıl tək natural ədəddən danışır. Uşaqlar, 2 ardıcıl tək natural ədəd, biri 2-nin üstə gəl 1 desən, biri 2-nin üstə gəl 3 eləyəcək. Bunların cəmi 120-dir. 2-nin üstünə 2-nin gələrəm 4-in, 1-in üstünə 3 gələrəm. 4, 120-dən də 4-ü çıxaram. 120-dən 4-ü çıxanda 116 eləyər. 116-nı da 4-ə bölərəm. 116-nı 4-ə bölsəm, 2, bu da 29 eləyər. Nədir? Bu ədədlərin böyüyünü tapmaq lazımdır. Bu ədədlərin böyüyünü tapmaq lazımdırsa, ədədlərin biri 29-dursa, daha doğrusu 2-ni 29-a vuraram. Eləyəcək 58, 58-in üstünə 1 gəlsəm 59. 59-dan 61-dir, bizə 61-dən danışır. Düz bucağın qiymətini 3-ə bölsək, neçə alınlar deyir? 30 alınlar. Bu sadə sual. 720 ədədinin sadə vuruqlarına ayırın və sadə vuruqların sayını tapmaq lazımdır. 720-ni sadə vuruqlarına ayırsam uşaqlar 2 eləyər. 360, 360-ı 2-yə bölərəm, eləyəcək 180. 180-i 2-yə bölərəm, eləyəcək 90. 90-ı 2-yə bölərəm, eləyəcək 45. 45-i 3-ə bölərəm, eləyəcək 15. 15-i 3-ə bölərəm, 5, 5, 1. Deməli, belə çıxır ki, bizim neçədən sadə vuruğumuz oldu? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə. Əgər sadə vuruq yox, sadə bölən desəydi, hərəsindən bir dənə götürəcəkdim. 2-dən bir dənə, 3-dən bir dənə, 5-dən bir dənə. 3 dənə sadə bölənim olacaqdı. Aydındır mı?
Gəlirəm 79 nömrəli suala. 45-ə tam bölünürsə deyir bu ədəd. Bu ədəd uşaqlar 45-ə tam bölünürsə, bu yazığın 45-ə bölünməsi üçün ədəd 5-ə və 9-a bölünməlidir. 5-ə və 9-a bölünməsi üçün sonu bunun ya 0-la bitməlidir, ya da 9-la. Yerinə 0 qoysam, fikir verin, 18-in üstünə 0 gəlsəm bu 9-a bölünmür. Ona görə 0 deyil. Bunun son rəqəmi 9-dur. 18, bir dənə 9 qoysam, bu ədəd 5-ə bölünməsi üçün sonu 0 və ya 5-lə bitməlidir. Yazmışam 0 və ya 9-la bitməlidir. 0 ödəməyəcək, fikir verin. Çünki 18-in üstünə fikir verin, 0 gəlsəm ödəməyəcək. Amma 5 qoysam, eləyəcək 1-in üstünə 8, 9, 9-un üstünə 5 gələcəyəm, 14 eləyəcək. Elə deyil. Onda 14 bu da bölünməyəcək. Mənə nə deyir ki? Bu ödəmir, 0 ödəyir. Mən nə danışıram? Bu 18-dir, ay balam, fikrim yayındı. Deməli, 5-ə bölünməsi üçün sonu ya 0 ya 5-lə bitməlidir. 5 qoya bilmirəm, çünki 5 qoyanda 9-a bölünmür. Amma 0 qoyanda rəqəmlərinin cəmi 1 üstə gəl 8 üstə gəl 0, 9 eləyir, ödəyir. Yəni, A-nın 0 qiymətində də. Qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucağı tapmaq lazımdır. Bax, bu mənim qarşılıqlı bucağım. Bu bunun tənböləni, bu da bunun tənböləni. Qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq 180 dərəcəyə bərabərdir. Və yaxud da ki, mən necə ispat edərəm bunu? Bu qarşılıqlı bucaqlardan danışırsa, bura bir dənə x qoyaram, burada bir dənə x qoyaram. Gətirib bu tərəfə uşaqlar yaza bilərəm ki, burada bir dənə qarşılıqlı olduğuna görə x yazaram. Burada bir dənə y yazaram, burada bir dənə y yazaram. Bir tərəfdən buna baxaram, 2x üstə gəlinsin y-a. Bir tərəfdən də y üstə gəlir 2x-a taparam. Bərabərdir 180-dən. A-nın ən kiçik qiymətində bu kəsri düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir o deməkdir ki, bizim surətimiz məxrəcdən böyük olmalıdır. Yəni, A üstə gəlir ki, böyük olmalıdır, böyük bərabər olmalıdır daha doğrusu 6-dan. A da böyük bərabər olmalıdır 4-dən. A-nın ən kiçik qiyməti o deməkdir ki, 4-ün özünü götürürəm, çünki 6-dan xətti var. Bu qədər. Növbəti sınaqlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.